Salam, axşamınız xeyir olsun bir daha. Bugünkü paltar yuyanımız LG markalı paltar yuyandı. Invertor Xırdalandan müşterimiz bizə müraciət eləmişdi. Yaxınlaşdıq ki, paltar yuyanımızın müşterimizin şikayəti onunla əlaqədardır ki, paltar yuyanımızın joystickisi işləmirdi. Proqramları dəyişmirdi. Joystickisi təmir olundu, platamız. Və paltar yuyanımızda da belə bir problem var idi ki, sıxma vaxtına gələndə paltar yuyanımızın içində su qalırdı. Paltarları təm sıxmırdı. Paltar yuyanımızın su nasosu partlamışdı. Paltarlara iyi və qox verirdi. Paltar yuyan su nasosu yenisi ilə əvəz olundu. Müştərimizə təhvil verildi. Əgər sizin paltar yuyanınızda da belə bir problem varsa, bizə müraciət eləyə bilərsiniz. Ünvanımız, nömrəmiz orada qeyddə.